Salam əziz abituriyentlər, kvadrat köklər bölgüsünün 3-cü bölməsinin suallarını izah edəcəm. Birinci suala baxaq. Deməli, birinci sualı belə yazarıq. Bu ifadə bərabərdir. Deməli, p kvadrat çıxılsın. Künün yerinə kök altda künün kvadratını yazıram. Məxrəc p q üzəri 2-də 1 kök altda q deməkdir. Üstə gəl kök altda q-nin kvadratı. Bu da bərabərdir. Görürəm ki, sürət kvadratlar fərqi düsturudur. Yəni, p minus kök altında q, p üstə gəl kök altında q. Məxrəcdə kök altda q-nin mötərizə xaricinə çıxarsam, p üstə gəl kök altında q qalacaq. Bunlar ixtisar gedəcək. Qalacaq p minus kök altında q bölünsün kök altında q. Bunu da biz belə yaza bilərik. P bölünsün kök altında q. Yəni, bunu da kök altında q'ya bölsəm, bunu da kök altında q'ya bölsəm, çıxılsın 1 olacaq. Cavab burada C variantı olacaq. İkinci sual eyni sualdır. Üçüncü suala baxaq. Üçüncü sualda nə deyir? Diqqətlə baxın. Sürət, deməli, A-nın yerinə kök altında A-nın kvadratını yazıram. Çıxılsın 1-in kvadratı, yəni kvadratlar fərqi düsturudur. Yəni, yazıram kök altında A minus 1, kök altında A plus 1. Məxrəc kök altında A üstə gəl 1-in mötərizə kvadratıdır. Bunlar da ixtisar gedəcək. Qalacaq kök altında A minus 1 bölünsün kök altında A plus 1. Yəni, cavab burada olacaq Y variantı. Dördüncü sual eyni sualdır. Beşinci suala baxaq. Kök altda x çıx. Bunu yazıram. Kök altda x minus kök altında y, yəni kvadratlar fərqi düsturudur. Kök altında x plus kök altında y. Yəni x kök x-in kvadratıdır. Y də kök y-in kvadratıdır. Məxrəc də kök x plus kök y verəcək. Bunlar ixtisar gedəcək. Bu da bərabər olacaq kök x minus kök x minus kök y. Bu da bərabər olacaq kök altda x çıxılsın kök altda x üstə gəl kök altda y. Bu da bizə kök altında y verəcək. Yəni cavab burada nə olacaq? Y variantı olacaq. 6-cı sual eyni sualdır. 7-ci suala baxaq. 7-ci sual deyir ki, A sıfırdan böyükdür, B sıfırdan böyükdür, C də sıfırdan böyük olarsa, verilən bu ifadəni sadələşdirin. Burada mötərizəni açacaq. Yəni, C böl kök altda C böl alıb, köklərin hər birinə vuracam. Birinci kökə vuranda A ixtisar gedəcək, qalacaq. Yəni, bunu buna vursaq, A'lar ixtisar gedəcək, kök altında BC. İkinci kökə vursam, A-lar ixtisar gedəcək, kök altında C kvadratı qalacaq, minus 1 qalacaq. Bu da bərabərdir. Kök altında BC, üstə gəl modul C çıxılsın 1 olacaq. Yəni, cavab da nə olacaq? C də müsbət olduğuna görə alınacaq kök altında BC, üstə gəlib C çıxılsın 1. Yəni, cavab olacaq Y variantı. 8-ci sualda eyni sualdır. Keçək 9-cu suala. 9-cu sualda mən burada mötərizəni açıram, bərabər olacaq. Diqqətlə baxın. Kök 3 vurulsun. 3 plus kök 3'ü 3 minus kök 3'ə vuranda alınar 9. Deməli, kök 3'ün kvadratı. Yəni, burada dərəcələr eyni olduğuna görə bunları bir kökün altına yazıram. Deməli, nə olacaq burada? Təzədən yazın bunu. Deməli, kök 3 vur. Kök altında 3'ün kvadratı çıxılsın kök altında 3'ün kvadratı. Bölünsün kök altında 2 kök 3. Bu da bərabər olacaq. Diqqətlə baxaq. Deməli, kök 3 vurulsun kök 6. Kök 3 vur kök 6. Yəni, 9'un kvadratı çıx, kök 3'ün kvadratı. 9 çıx 3, o da bizə 6 verəcək. Bölünsün 2 kök 3. 2 kök 3 də, bax, diqqətlə baxanda,
Bu kök altında deməli kök altında bizə verəcək neçə? 12. Yəni bu 2-ni bu kökün altına gətirdim. Bu da bərabərdir. Sürət bizə kök 18 verəcək. Məxrəc isə 4-cü dərəcədən 12 verəcək. Biz demişdik ki, kökləri bir-birinə böləndə dərəcələr eyni olmalıdır. Yəni sürət bizə verəcək 4-cü dərəcədən 18-in kvadratı. Yəni 324-ü bölürəm 4-cü dərəcədən 12-yə. Dərəcələr eyni olduğuna görə 324-ü 12-yə böləcəm. O da mənə verəcək 4-cü dərəcədən 27. Cavab da Y variantı olacaq. 11-ci suala baxaq. 10-cu sual eyni sualdır. 11-ci sualda deməli yazıram burada x kubu kök altında. Bunu ortaq məxrəcə gətirəndə ortaq məxrəc onlar üçün x üzəri 4-dür. Sürət da alınır x kvadratı çıxılsın 2x üstə gəl 1. Bu da bərabər olacaq x kubu vurulsun kök altında x minus 1'in kvadratı bölünsün x üzəri 4. Bu da bərabərdir x kubu vurulsun modul x minus 1 bölünsün x'in kvadratı. X də mənfi ədəddir. X də mənfi ədəddir. Mənfi deyəndə ki, 1-dən kiçik ədəddir. Mən x-in yerinə 1-dən kiçik ədəd yazanda bu mənfi olacaq. X kvadrat, yəni x kubu ixtisar gedəcək. X-i vuracam nəyə? 1 minus x-ə. Bu da bana verəcək x minus x-in kvadratı. Yəni cavab nə olacaq burada? Y variantı olacaq. 12-ci sualda burada əvvəlcə bu kök altı ifadəni biz vurğulara ayırmalıyıq. Yəni, birinci 2 dənədən a kvadratını çıxardıram ötəridə xaricinə. A minus 1 olur. İkinci 2 dənədən də mənfi 1'i çıxardıram. Yenə a minus 1 olur. Buradan da mən kök altında a minus 1'i çıxardıram ötəridə xaricinə. A-nın kvadratı minus 1 olur. Bu da bərabərdir. Kök altında a minus 1 a minus 1 vurulsun a plus 1. Bu da bərabərdir kök altında a minus 1'in kvadratı vurulsun a plus 1. Bunun da kök çıxacaq. Modul a minus 1 vurulsun kök altında a üstə gəl 1. A 1'dən böyük olduğuna görə bu modul elə özünə bərabər olacaq. Bu da bərabər olacaq. A minus 1 vurulsun kök altında a plus 1. Yəni cavab nə olacaq? Burada olacaq B variantı. 13-cü sual. Bu eyni sualdır da onu yazmıram. 14-cü suala baxaq. 14-cü sualda bu ifadəni kvadrata yüksəldəcək. Yəni a üstə gəlib b-nin kvadrat düsturundan birinci ifadənin kvadratı bizə 7 verəcək. 2 kök altında 14 üstə gəl 2 çıxılsın 50 kök altında 56. Bunlar ixtisar olunacaq. 7 o da 2 mənə verəcək 9 verəcək. Yəni cavab C variantı olacaq. Çünki kök 56 2 kök 14 deməkdir. Cavab burada C variantı olacaq. 15-ci sual. Bu maraqlı sualdır. Bunu ortaq məxrəci gətirib də izah edə bilərəm, amma elə eləmirəm. Bu a minus b-ni, bax a minus b-ni, a minus b-ni, a minus b. Bax burada üstünə yazıram. A nə deməkdir? A üzəri 3'də 1'in kubu deməkdir. B də b üzəri 3'də 1'in kubu deməkdir. Onda mən bunu kublar fərqi düsturuna vurğulara ayıra bilirəm. A üzəri 3'də 1'in kubu çıx b üzəri 3'də 1'in kubu. Onda olacaq bu belə. A üzəri 3'də 1 minus b üzəri 3'də 1. İkinci mötərizə bizə verəcək a üzəri 3'də 2. Üstə gəl a üzəri 3'də 1, b üzəri 3'də 1. Üstə gəl b üzəri 3'də 2. Bu birinci oldu. Məxrəcə yenə yazıram a üzəri 3'də 1 minus b üzəri 3'də 1. Üstə gəl ikinci mötərizəni də yazıram. A üzəri 3'də 1 plus b üzəri 3'də 1. İkinci mötərizə yazıram. A üzəri 3'də 2 çıxılsın a üzəri 3'də 1 b üzəri 3'də 1. Üstə gəl b üzəri 3'də 2.
bölünsün A üzeri 3'te 1 plus B üzeri 3'te 1. Aha, indi mən burada nə edirəm? Diqqətlə baxın. Bununla bu gedir. Bununla da bu gedir. Bu ifadə bərabərdir. Bu bərabər olacaq. A üzəri 3'te 2, üstə gəl A üzəri 3'te 1, B üzəri 3'te 1, üstə gəl B üzəri 3'te 2. Üstə gəl A üzəri 3'te 2, çıxılsın A üzəri 3'te 1, B üzəri 3'te 1, üstə gəl B üzəri 3'te 2. Bu da bərabərdir. Bunlar izah olunur. A üzəri 3'te 2, o da A üzəri 3'te 2. Bizə 2A üzəri 3'te 2 verir. B üzəri 3'te 2, o da B üzəri 3'te 2 bizə 2, B üzəri 3'te 2 verir. Buradan da 2'ni ötəridə xaricine çıxardanda alınır A üzəri 3'te 2, üstə gəl B üzəri 3'te 2. Yəni cavab olacağına burada A variantı olacaq. 16-cı sual. Bu sual eyni sualdır. Keçək 17-ci suala görə burada nə deyir? 17-ci sualda da bunu yazıram. 5-ci dərəcədən 4. Deməli, bu 4'ü bunu belə yazaq. 5-ci dərəcədən 2'nin kvadratı üzəri 2'də 15. Bu da bərabərdir. 2 üzəri 5'də 2 vur olsun 2'də 15. Burada 2'lər ixtisar gedir. Burada bizə verəcək 2 üzəri 15 ilə 5 ixtisar gedəndə 2'nin kubu qalacaq. Burada bizə nə verəcək? 8 verəcək. Cavab burada A variantı olacaq. 18, 19, 20 hamısı eyni sual tipləridir. Daha onları yazmıram. Keçək 21-ci suala. Biz 19-cu suala yazaq. Deməli, 5-ci dərəcədən 16 2 üzəri 4'dür. Vur olsun 2'də 15. Bu da bərabərdir. 2 üzəri 5'də 4'ü vururam 2'də 15'e. 5 ilə 15 ixtisar gedir. 2 ilə 4 ixtisar gedir. Bu da mənə verəcək 2 üzəri. Burada 2 qalır. Burada da 3 qalır. Deməli 2 üzəri 6. Bu da verəcək 64. Cavab olacaq B variantı. 21-ci sual. Deməli, bunu belə yazıram. A bərabərdir. A bərabərdir. Deməli, bu ifadə bizə nə verəcək? Olarsa hansı tam ədəddir? Hə, bu hansı tam ədəddir? İndi mən burada nə edəcəm? Deməli, yazıram 4-cü dərəcədən 2'nin kvadratı vur 2. Yəni, bu da mənə nə verəcək? A bərabər olacaq 4-cü dərəcədən 8'e. Təbii ki, bu hansı tam ədəddir? Mən bunu 4-cü dərəcədən qüvvətə yüksəlsəm, A üzəri 4 8'e bərabərdir. 8 də burada tam ədəd olduğuna görə, burada A üzəri 4 tam ədəddir. 23-cü suala baxaq. 23-cü sualda deməli, burada 3 bilirik ki, kök 3'ün, kök altı 3'ün kvadratıdır. Onda mən bunu belə yazıram. X minus kök 3 vurulsun X üstə gəl kök 3. Məxrəcdə yenə X üstə gəl kök 3 yazacam. Bunlar ixtisar gedəcək. Bu da mənə X minus kök 3 verəcək. Yəni cavab olacaq burada nə? Y variantı. 24-cü sual yenə eyni sualdır. 25-ci suala baxaq. Burada X'in yerinə -13,5 yazacam. Onda 10 vurulsun 10 çıx 4 vurulsun -13,5. Bu da bərabərdir 10 üstə gəl 13,5'i 4'ə vuranda neçə eləyir? Deməli 54 eləyir. Bu da bizə verəcək kök altında 64. O da bərabər olacaq nəyə? 8'ə cavab Y variantı olacaq. 26-cı sual çox qəşəng sualdır. Bunu necə eləmək olar? 4 plus kök 15'i hələ ki olduğu kimi saxlayıram. Buna dəymirəm. Bu qalsın olduğu kimi hələ ki. Deməli, bax buradan bu kök 60 2 kök 15 deməkdir. Burada mən 2'ni çıxardıram ötəridə xaricinə. 2'ni ötəridə xaricinə çıxardıram. Onda 2'ni ötəridə xaricinə çıxarsam 2 vurulsun 4 minus kök 15.
vurulsun yenə 4 minus kök 15. Bu köklərin dərəcələri eyni olduğundan bunları bir-birinə vura bilirik. Onda bu 4 üstə gəl kök 15 vurulsun kök altında 2 minus 4 minus kök 15'in nəyi? Mötərizə kvadratı. Bu da bərabər olacaq. 4 plus kök 15 vurulsun. Bundan kök çıxacaq. 4 minus, əslində modul 4 minus kök 15 çıxacaq. Amma 4 minus kök 15 olduğu, müsbət olduğunu bilirəm. Ona görə 4 minus kök 15 yazıram modulsuz. Vurulsun kök altı 2. 4 minus kök 15'i 4 plus kök 15'e vuranda alınır nə? 4'ün kvadratı çıx kök 15'in kvadratı vurulsun kök 2. Bu da mənə 1 verəcək. 1'i də kök 2'ye vuranda o da mənə kök altı 2 verəcək. Cavab buradan olacaq C variantı verəcək. 27-ci sual. A nə deməkdir? Kök A-nın kvadratıdır. B nə deməkdir? Kök B-nin kvadratıdır. Bölünsün kök A üstə gəl kök B üstə gəl kök AB böl A üstə gəl B. Bunu kublar fərqi deməli yox. Bu A kökə kök A-nın kubudur üzr istəyirəm. Burada kök A-nın kubu olmalıdır. Yəni kök A-nı 3 dəfə bir-birinə vuranda A kökə alınır. İndi bunu kublar cəmidi üstünə vurğulara ayırsam, olur kök A üstə gəl kök B. İkinci mötərizə bizə verəcək. A minus kök A-nın kvadratı bizə verəcək. A çıxılsın kök altında AB üstə gəl B bölünsün kök A üstə gəl kök B üstə gəl kök AB böl A üstə gəl B. Aha. İndi diqqətlə bura qulaq asaq. Deməli mən burada nə elədim? Bunlar gedir. İxtisar gedir. Onda nə qaldı burada? A qalır A minus kök AB üstə gəl B plus kök AB bölünsün A üstə gəl B. Bunlar da getdi. A plus B böl A plus B. Bu da bərabər olacaq nə? 1'ə bərabər olacaq. Yəni cavab burada Y variantı olacaq. 28-ci sual eyni sualdır. 29-cu suala baxaq. 29-cu sualda belə yazıram. Y minus 2x çıx modul x minus y. İndi x müsbətdir. Modul x mənfi x-ə bərabərsə x də mənfi deməkdir də. X mənfi y müsbətdirsə, deməli bu modul mənfidir. Onda bu y minus 2x, bu modul x minus y mənfi olduğunda moduldan bu şəkildə çıxacaq. Y minus x şəkildə çıxacaq. Bu da bərabərdir y minus 2x minus y plus x. Y-lər burada islah olunur. Mənfi 2x, o da x bizə mənfi x verəcək. Cavab D variantı olacaq. 30-cu sual eyni sualdır. İstəyirsiniz bu sualda baxaq. Deməli, burada y sıfırdan kiçikdir. Onda x minus y minus modul x plus y. Hər ikisi mənfi olduğuna görə bu modul yenə mənfidir. Onda x minus y bu moduldan mənfisindən çıxacaq. Yəni bu moduldan bu şəkildə çıxacaq. Mənfi x plus y şəklində çıxacaq. Bu mənfi ilə bu mənfi vurulanda müsbət olacaq. Plus x plus y. Y-lər islah olunur. O da bizə nə verəcək? 2x verəcək. Cavab burada D variantı olacaq. 31-ci sual. 31-ci sual belədir. Yəni mən burada buna bir t deyib kvadratı da yüksəldə bilərəm. Amma o şəkildə yazmıram. Bunu belə yazıram. Diqqətlə baxın. Biz bu şəkildə bir düstur bilirik də. Deməli, A üstə gəl 2 kök B. Əgər A-nı x plus y şəklində, B-ni x ilə y şəklində, daha plus minus, x vur y şəklində yazmaq mümkündürsə, bu ifadə kök altında x plus minus kök altında y olacaq. İndi bu sualı bax, nə edirəm? Bunu bu şəkildə yazıram. Deməli, 11 plus 6'nı 2 vur 3 yazıram. 3'ü atıram kökün altına. 2 kök 18. Üstə gəl. 11 minus 2 kök 18. İndi görürəm ki, 11 nə deməkdir?
11 9 plus 2'dir. 18 9 bölü 2'dir. Yəni birinci ifadən kök çıxacaq. Kök 9 plus kök 2. 11 bax, yenə təkrar edirəm. 9 plus 2. Bu isə 9 vur 2'dir. Üstə gəl kök 9 minus kök 2. Köklər ixtisar gedir. 2 kök 9 bizə verəcək. 2 kök altında 9. Kök 9 mənə 3 verir. 2 də 3'ə vuranda 6 verəcək. Cavab C variantı olacaq. 33-cü sual yenə eyni formada həll olunur. Bax, 4'ü yazıram. Deməli, bax, bunu yazıram 3 plus 1. Bu isə 3 vur 1 deməkdir. Onda birinci ifadədən kök çıxacaq. Kök 3 üstə gəl kök 1. İkinci ifadədən kök çıxacaq. Kök 3 minus kök 1. Bu da bərabərdir. Kök 3 üstə gəl 1 minus kök 3 üstə gəl 1. Birlər də islah olunur. 1 üstə gəl 1 mənə verəcək 2 verəcək. Yəni 33-cü sualda cavab 2'dir. 32'də cavab 2'dir. 33-cü suala baxaq. Bunu əvvəlcə belə yazıram. Bax, kök altda x 1 minus x. Bu məxrəci x minus 1 yazıram. Ortadakı ifadəni isə plus edirəm. Üstə gəl x bölünsün 1 minus x. Bu da bərabər olacaq. 1 minus x kök x üstə gəl x. Vur olsun. Bölməni vurma elədim. 1 minus kök x bölünsün 4 kök x. Sürətdən kök x'i çıxardıram. Çünki x kök x'in kvadratıdır. Kök x'i mötərizə xaricinə çıxardıram. Kök x'i mötərizə xaricinə çıxarsan, onda burada qalacaq kök x 1 üstə gəl kök x. Məxrəcdə 1 minus kök x 1 plus kök x. Vur olsun. 1 minus kök x 4 kök x. Bunlar ixtisar gedir. Bunlar ixtisar gedir. Kök x'lər ixtisar gedir. Nə qalır? 4'də 1 qalacaq. Cavab da bizə A variantı verəcək. Bu şəkildə. 35-ci sual. 35-ci sualı belə praktikdə həll edə bilərsiniz. Daha o şəkildə mən yazmayacağım. Sadəcə deyirəm, siz özünüz baxarsınız. M mənfi deyirsə, yəni imtahanda vaxt qazanmaq adına M mənfi deyirsə, burada M-in yerinə bir dənə mənfi ədəd yazın. Məsələn, M-in yerinə mənfi 1 yazın, hesablayın bu ifadəni. Buradan cavab alacaqsınız. Amma mən normal həll üsulunu yazacağım bunun. Deməli, necə olacaq? 35-ci sualda sürət M kvadratı üstə gəl 2'dir. Məxrəc M vur olsun. Kök altında. Bu ifadəni kvadrata yüksəldirəm. M üzəri 4 minus 4M kvadratı üstə gəl 4 bölünsün 4M kvadratı üstə gəl 2. Bu da bərabər olacaq. M kvadratı üstə gəl 2. M vur olsun. Kök altında 4M kvadratı M üzəri 4 üstə gəl çıxılsın 4M kvadratı üstə gəl 4 plus 8M kvadratı. Yəni bunu orta mərəz gətirdim. 4M kvadratını 2'yə vurdum. Sürətini topladım. Bu da bərabər olacaq. Yenə sürətdə M kvadratı plus 2. Məxrəcdə M vur olsun kök altında. M üzəri 4 plus 4M kvadratı plus 4. Bax, M üzəri 4 plus 4M kvadratı plus 4. Bu bizə M kvadratı üstə gəl 2'nin mötərizə kvadratını verir. Yəni bu bizə verəcək M kvadratı üstə gəl 2'nin mötərizə kvadratı bölünsün 2M'in kvadratı. Bu da bərabər olacaq. Deməli, M kvadratı plus 2. M vur olsun. M kvadratı plus 2 bölünsün modul 2M. Bu da bərabərdir. Əgər M sıfırdan kiçik verib də burada, düzdür? M sıfırdan kiçik veribsə, onda mən bunu belə yazacağım. M kvadratı üstə gəl 2. M vur olsun. M kvadratı üstə gəl 2. Məxrəcdə mənfi 2M yazırım. M'lər ixtisar gedəcək. Bu da bərabərdir. M kvadratı üstə gəl 2. Vur olsun. Mənfi 2 bölünsün. M kvadratı üstə gəl 2.
Bunlar da ixtisar gedir. Cavab da burada mənfi 2 olacaq. Cavab C variantı olacaq. Bunun həll yolu budur. Yəni biraz həlli uzun gedir, amma bu şəkildə həll olunur bu sual. 36-cı sual da eyni sualdır. 37-ci suala baxırıq. Bilirik ki, cüt kök modula bərabərdir. Yəni birinci ifadə mənə verəcək modul kök 7 minus kök 4, kök 7 minus 4, üstəgəl modul kök 7 minus 2. Bu mənfidir. Onda bunu 4 minus kök 7 yazıram. Bu isə olduğu kimi yazırıq. Üstəgəl kök 7 minus 2, kök 7'lər islah olunur. O da mənə 2 verəcək. Cavab A variantı olacaq. Bunlar 4'ü eyni sualdır. Siz bu sualdan birini də yazın. Tutalım ki 39'u yazıram. Burada yenə birinci ifadə modul 2 minus kök 5 minus modul kök 5 minus 3 olacaq. Bu modul mənfidir. Yox, müsbət. Bu da mənfidir. Bu modul da mənfidir. Bu modul da mənfidir. Onda bu moduldan çıxacaq kök 5 minus 2. O birisi moduldan çıxacaq 3 minus kök 5. Bu da bərabərdir. Kök 5 minus 2 minus 3 plus kök 5. Bunlar islah olunur. O da mənə verəcək mənfi. Bir dəqiqə mən burada səhv elədim haradasa. Bir dəqiqə 2 minus kök 5. Kök 5 minus 3. Burada kök 5'ler ixtisar getmir. Burada bunlar islah olunmur. Bir dəqiqə bunu təzədən yazın. Burada səhv eləmişəm. Deməli bu bərabər olacaq. Kök 5 minus 2 minus 3 plus kök 5. O da bərabərdir 2 kök 5 minus 5. Yəni cavab bizə verəcək nə? D variantı. 41-ci sual. Bunun sürət və məxrəcini. Birinci kəsirin sürət və məxrəcini 2'yə vururam. Sürəti belə yazıram. 2 minus kök 5, məxrəc bizə verəcək 2 plus kök 5. Yəni bunun sürət və məxrəcini 2'yə vurdum. Bunu isə kvadrata yüksəldirəm. Birinci ifadənin kvadratı bizə verəcək 5 bölü 2. Üstəgəl 2 vurulsun. Bunların hasilinin 2 misli, yəni kök altında 4'də 5. Üstəgəl 2'də 1. Bu da bərabərdir. Bunun sürət və məxrəcin qoşmasına vururam. Məxrəc olacaq 2 plus kök 5 vurulsun 2 minus kök 5. Sürət mənə verəcək 2 minus kök 5'in mötərizə kvadratı. Üstəgəl 2'də 5, o da 2'də 1. Mənə 2'də 6 verəcək 3. Üstəgəl buradan kök çıxacaq. 2 vurulsun kök 5 bölünsün 2. Bu da bərabər olacaq. Məxrəc mənə mənfi 1 verir. Elə deyilmi? 4 minus 5 mənfi. O mənfini qabağa atıram. Bunu isə kvadrata yüksəldirəm. 4 minus 2 kök 5 üstəgəl 5. Üstəgəl 3 plus kök 5. Bu da bərabərdir. Mötərizəni buradan açanda 9 minus 2 kök 5 alınır burada. Onda onu 2 kök 5 minus 9 yazıram. Üstəgəl 3 plus kök 5. Bu da bərabərdir 3 kök 5 minus 6. 3 kök 5 minus 6. Bir dəqiqə burada harada səhv elədim. Bir dəqiqə hesablama səhv elədim haradasa burada. 4 minus 2 kök 5 üstəgəl 5. Bu bizə verir. Deməli 2 kök 5 minus 9. Burada bizə verəcək 3 plus 2'də 5. Üstəgəl 2'də 1, 2'lər ixtisar gedir. 3 kök 5 minus 6. 3 kök 5 minus 6. 2 minus 4 minus 2 kök 5 məxrəc bizə verəcək 4 minus mənfi 1. O mənfini qabağa atdım. 2'də 5 hasillərin 2 misli. 2'də 5, 2'də 1'ə vurdum. Oldu 4'də 5 plus 2'də 1. 2'də 5, o da 2'də 1. 3 verir. 2'lər də ixtisar gedir burada. Deməli 3 kök 5 minus 6 alınır. Cavab çıxmadı. Harada səhv elədik burada. Bir dəqiqə də baxın. 2 minus kök 5 bölü 2 plus kök 5.
Sürət oldu 2 minus kök 5'in kvadratı. Məxrəc oldu 1. 2'də 5. Üstə gəl 2 vurulsun. Bunların hasilinin 2 misli. 4'də 5. Üstə gəl 2'də 1. 2'də 5 o da 2'də 1. Bizə 2'də 6 verir. O da 3 verəcək. Bu düzdür. 4 minus 2 kök 5. Birincinin 4 çıxılsın. Bu 4 kök 5 deyə burada təhv yazmışam. Bu 4 minus 4 kök 5'dir. Onda bu 4 kök 5 minus 9 olacaq. Onda 5 kök 5 minus 6 olacaq. Yəni cavab burada A variantıdır. 43-cü sual. 43-cü sual ümumiyyətlə kökləri bir-birinə vuranda dərəcələr eyni olmalıdır. Onda bu mənə verəcək 6-cı dərəcədən kök 3 minus 1'in kvadratı vurulsun 6-cı dərəcədən 4 üstə gəl kök 3 2 kök 3. Bu da bərabər olacaq. Diqqətlə baxaq. 6-cı dərəcədən bunun kvadratı bunun qoşması mənə verir. 4 minus 2 kök 3 verir. Yuxarıda yazıram bax. 3 minus 2 kök 3 yəni kök 3'in kvadratı çıxılsın. Birinci ilə ikincinin hasil 2 misli üstə gəl 1. Vurulsun 6-cı dərəcədən 4 üstə gəl 2 kök 3. Bu da mənə verəcək 6-cı dərəcədən 16 çıxılsın 2 kök 3'in kvadratı 12. Bu da verəcək 6-cı dərəcədən 4. Bu da mənə verəcək 3-cü dərəcədən 2. Yəni cavab olacaq D variantı. 44-cü sualda eyni sualdır. Keçək 45-ci suala baxaq. Birinci mötərizə kvadratlar fərqidir. Yəni birinci hissə kvadratlar fərqidir. Bunu mən yazıram 4-cü dərəcədən 1 çıx 4-cü dərəcədən A-nın kvadratı kök A. Üstə gəl 4-dən 8'i ixtisar edirəm. Bu da mənə kök A verəcək. Elə olmur, bax. 8-ci dərəcədən A üzəri 4 elə kök A verir. Kök A'lar islah olunur. 4-cü dərəcədən 1 qalır. O da mənə 1 verəcək. Cavabı da D variantı olacaq. Keçirik bu bir tərəfə. Bu sual yenə eyni sualdır. Daha onu yazmıram. 47-ci suala baxaq. 47-ci sualda nə deyir? Deməli, 4 məxrəci olduğu kimi, sürət olduğu kimi qalır. Məxrəci kvadratı yüksəldirəm. 4 minus 3 kök 2. Birinci ifadənin kvadratı mənə kök 2 verəcək. Çıxılsın 2 vurulsun. 4-cü dərəcədən 2'ni 8'e vuranda olur 16. Üstə gəl kök 8. Bu da bərabərdir. 4 minus 3 kök 2. Bu 2 kök 2'dir. Bu da 1 kök 2'dir. Olur nə 3 kök 2? 3 kök 2 çıxılsın. Bu mənə verəcək. 4-cü 16 2 verəcək. 2'ni də 2'yə vuranda 4 verəcək. Sürətlə məxrəc əks ədədlər olduğundan onların nisbəti bizə 1 verəcək. 49-cu sual. 49-cu sualı rahat olsun deyə mən belə yazıram. 6-cı dərəcədən A-ya x deyirəm. Onda 3-cü dərəcədən A olacaq bunun kvadratı. Yəni x-in kvadratı. 6-cı dərəcədən B-yə y deyirəm. 3-cü dərəcədən B y-in kvadratı olacaq. Gətirib qiymətləri yerinə yazıram. X kvadratı y üstə gəl y kvadratı x. Məxrəcdə x, y üstə gəl y-in kvadratı. Sürətdə mən x, y-in mötərizə xaricində çıxardıram. X üstə gəl y. Məxrəcdə y-in mötərizə xaricində çıxardıram. X üstə gəl y. Bunlar ixtisar gedir. Y-lər bu da x-ə bərabərdir. X-i də mənə verib 6-cı dərəcədən A verib. Cavab da burada D variantı olacaq. 51-ci sual. Burada ortaq vurğu mötərizə xaricində çıxartmaq lazımdır. Ortaq vurğu mötərizə xaricində çıxartmaq üçün biz bilirik ki, həmişə kiçik qüvvəti mötərizə xaricində çıxardırıq. Yəni x üzəri 2001'i mötərizə xaricində çıxarsam, mötərizə içində qalacaq 1 üstə gəl x kvadratı üstə gəl x üzəri 4. Məxrəcdə isə x üzəri kiçik qüvvət x üzəri mənfi 2005'dir. Onu mötərizə xaricində çıxardıram. Onda x üzəri 4 üstə gəl x kvadratı üstə gəl 1 qalacaq. Bu mötərizələr ixtisar gedəcək. Böləndə üstlər çıxılır. 2001'dən mənfi 2005 çıxanda o da x üzəri 4006
olacaq. Cavab da A variantı olacaq. 52-ci sual. Bu sual qəşəng sualdır. Deməli biz burada nə edirik? A-4 bərabər mənfi kökə yazıram 52-ci sualda. 4'ü attım sol tərəfə, kökəni attım sağ tərəfə. Sonra hər tərəfi kvadrata yüksəldirəm. A-4'ün kvadratı bərabərdir mənfi kök A-nın kvadratı. A kvadratı çıxılsın 8A plus 16 bərabərdir A kvadratına. Buradan nə alınacaq? Yox, kök A-nın kvadratı. Bu A verəcək mənə. Buradan da A kvadratı çıx 9A bərabər mənfi 16 alınacaq. Cavab da burada D variantı verəcək. Yəni 52-ci sualda cavab D variantıdır. 53-cü sualı deyir. İfadəsini hasil şəklində göstərin. Bunu belə yazaq da. 54-cü sualda x çıxılsın. Bu 3 kök xy parçalayıram. Belə yazıram bunu. Çıxılsın deməli kök xy. Çıxılsın 2 kök xy. Üstə gəl 2y. Bu da bərabər olacaq. Buradan kök x'i mütərəddid xaricine çıxardıram. Buradan kök x minus kök y olacaq. Buradan isə kök y-i mütərəddid xaricine çıxardıram. Yenə 2 kök y çıxardıram daha doğrusu. Kök x minus kök y olacaq. Təzədən mən burada kök x minus kök y mütərəddid xaricine çıxardıram. Buradan kök x minus 2 kök altında y olacaq. Vəssalam. Deməli nə alındı burada? Kök x minus kök y. Cavab da burada A variantı verəcək. 55-ci sual eyni sualdır. Keçirik bu biri tərəfə. 56-cı suala. 56-cı sualda mən nə edirəm? Diqqətlə baxaq. Deməli, 2-ni çıxardıram mötərizə xaricinə. 25 minus x qalır. Buradan kök x'i çıxardıram mötərizə xaricinə. Kök x plus 5 qalır. Bu da bərabərdir. 2 vurulsun. 25 minus kök 5 minus kök x. Bu 5 plus kök x. Kök x vurulsun. Kök x üstə gəl 5'e. Bunlar ixtisar gedəcək. Bu da bərabərdir. Deməli 2 vurulsun 5 pil minus kök x bölünsün kök x. Bu da bərabər olacaq 10 minus 2 kök x bölünsün kök x. Və yaxud da 2 cavab A variantıda burada. Heç mütərəddid asmağa gerək yox idi. 56-cı sualda cavab A variantıdır. 57-ci sualda A-nın B-yə nisbəti 2-də 1-dir. Yəni A-ya mən K, B-yə 2K deyə bilərəm. Və yaxud da elə 1-2 verə bilərik burada. Fərqi yoxdur. Cavab çıxacaq. A-ya 1, B-yə 2 versək. Onda sürət mənə verəcək kök 4. Məxrəc verəcək kök 16. Çıx. Deməli 1 bölü üstə gəl. Kök deməli 1 kök 9. Sürət mənə verəcək deməli 1. Məxrəc də verəcək 7 və salam 7-də 1. 57-ci sual o şəkildə. 59-cu sual. 59-cu sual qəşəng sualdır. Bunun həll yolu necədir? Bunu bu şəkildə yazacağım. Diqqətlə baxın. Deməli burada 59-cu sual. Bu ifadəni mən belə yazıram. 3-cü dərəcədən 8-ci dərəcədən 3 minus 1. 8-ci dərəcədən 3 plus 1. 4-cü dərəcədən 3 plus 1. Kök 3 plus 1. Bölünsün. 8-ci dərəcədən 3 minus 1. Mən burada nə edirəm? Kvadratlar fərqli düsturu alınır burada.
Bu mənə verəcək 4-cü dərəcənin 3 minus 1. Bunları bir-birinə vuranda alınır kök 3 minus 1. Çünki 4-cü dərəcənin 3 minus 1'i 4-cü dərəcənin 3 minus 1'ə vuranda olacaq 4-cü dərəcənin 3'ün kvadratı çıx 1'in kvadratı. O da mənə nə verəcək? Kök 3 minus 1 verəcək. Bunları da bir-birinə vuranda kök 3 minus 1'i kök 3 minus 1'ə vuranda alınır 3 minus 1. Yəni sürət mənə verdi 2. Məxrəc verdi 8-ci dərəcədən 3 minus 1. Mən biri sol tərəfə atsam, bax 8-ci dərəcədən 3 minus 1 bərabərdir A alınacaq. Yəni bu ifadə 2 böl A-ya bərabər olacaq. Cavabda burada D variantı olacaq. 60-cı sual. Kök altı 20'ni A ilə ifadə edin. Kök altı 20'ni mən əvvəlcə belə yazıram. 2 kök altında 5. Buradan kök 5'i tapıb burada yerinə yazacağım. Necə tapacağım? Bunu kvadrata yüksəldəcəm. Burada alınacaq ki A'nın kvadratı bərabərdir 2 plus kök 5. Buradan kök altında 5 bərabər olacaq A kvadratı minus 2. Gətirib qiyməti burada yerinə yazıram. 2 vurulsun A kvadratı minus 2. O da bərabərdir 2 A kvadratı minus 4. Cavab burada C variantı olacaq. 61-ci sual. Bu mənə verəcək modul A minus 2 minus A minus 3. Yəni bu modulda çıxır. Bu olduğu kimi çıxacaq. Məxrəc mənə verəcək 2 minus A. A mənfi 2'dən kiçik olduğuna görə birinci modul mənfidir. Yəni bu modul mənfidir. O moduldan 2 minus A çıxacaq. 2 minus A plus 3 bölünsün 2 minus A. Bu da mənə nə verəcək? Deməli minus A plus 3. Bir dəqiqə mən burada nə səhv elədim. Bir dəqiqə baxaq. Modul A minus 2 modul A minus 2 çıxılsın A minus 3. A moduldan kiçik olduğuna görə bu 2'dir. Bu 2'dir. 3 yazmışam o yerinə. Bu da bərabər olacaq 4 minus 2A bölünsün 2 minus A. Burada 2'ni mötərizə xaricinə çıxardırıq. 2 minus A bölünsün 2 minus A. Bunlar da ixtisar gedir. O da mənə 2 verəcək. Cavab da nə olacaq? A variantı olacaq. Keçirik 62-ci suala. 62-ci sualı mən necə həll edəcəm? Bunlarla hələ ki işim yoxdur, amma ortaya baxaq. Bu 11'in yerinə kök altında 11'in kvadratını yazıram. 6'nın yerinə kök altında 6'nın da kvadratını yazıram. Yəni aşağıda yazaq bunu yaxşı görsənsin. Həllini bunu başa düşürük, bunu silək. Bunun yanına yazaq bunu. Deməli 11 minus kök 11 üstə gəl 5 kök altında 66 kök 11'in kvadratı vurulsun kök 6 çıx kök 6'nın kvadratı vur kök 11 minus kök 6. Bu da bərabərdir. 11 çıx kök 11 üstə gəl 5 kök 66. Məxrəcdə isə kök 11 vur kök 6'nı mötərizə xaricinə çıxardanda kök 11 minus kök 6 alınır. Minus kök 6. Bunlar ixtisar gedəcək. Bu da bərabərdir. 11 minus kök 11 üstə gəl 5 bölünsün kök 11 minus kök 6 minus kök 6. Bu da bərabərdir. 11 minus kök 11 üstə gəl. Sürət və məxrəcin qoşmasına vururam. Sürət olacaq 5 vurulsun. Kök 11 plus kök 6. Məxrəc mənə verəcək nə? Kök 11 minus kök 6 vurulsun kök 11 plus kök 6. Yəni mən burada nə etdim? Sürət və məxrəcin qoşmasına vurdum. Çıxılsın kök 6. Bu da bərabər olacaq. 11 minus kök 11.
Məxrəc 11 minus kök 11-in kvadratı kök 6-nın kvadratı. Məxrəc mənə 5 verəcək. 5'lər də ixtisar gedəcək. Kök 11 üstə gəl kök 6 minus kök 6. Kök 6'lar gedir. Kök 11'lər ixtisar gedir. İslah olunur daha doğrusu. Cavabı da burada nə verəcək mənə? 11 verəcək. C variantı olacaq. Yəni 62-ci suala cavab C variantıdır. Devam edirəm. 64-cü suala baxaq. 64-cü sualı belə yazıram. Diqqətlə qulaq asın. Deməli, buradan 3-cü dərəcədən bunu belə yazaq da. Deməli, bunu yazıram. 3-cü dərəcədən 2'nin kvadratı üstə gəl kök 2. Bölünsün. Kök altında 6-cı dərəcədən yox. Deməli, burada nə edəcəm? 6-cı dərəcədən 2 üstə gəl 1. Hələ məxrəclə hələ işim yoxdur. Bu bərabərdir. Bax, burada nə edirəm? Bunları 6-cı dərəcə edirəm. Bunu yazıram. 6-cı dərəcədən 2 üzəri 4 plus 6-cı dərəcədən 2'nin kubu. Bölünsün. 6-cı dərəcədən 2 üstə gəl 1. 6-cı dərəcədən 2'nin kubunu çıxardıram mötərizə xaricinə. 6-cı dərəcədən 2'nin kubunu mötərizə xaricinə çıxardanda burada qalacaq 6-cı dərəcədən 2 üstə gəl 1. Yenə eyni formada 6-cı dərəcədən 2 üstə gəl 1. Dərəcələr eyni olduğundan mən bunları bir kökün altında yazıram. 6-cı dərəcədən 2'nin kubu 6-cı dərəcədən 2 üstə gəl 1. Burada yenə yazıram 6-cı dərəcədən 2 üstə gəl 1. Bunlar da ixtisar gedir. Bu da mənə verəcək. Kök altında 6-cı dərəcədən 6-cı dərəcədən nə verəcək bizə? Yox, bu kök burada 6 yoxdur. Burada 6-cı dərəcədən 2'nin kubu. Bu da bərabərdir. Bu 2'ni 6'ya vuranda 12-ci dərəcədən 2'nin kubu. Bu da bərabər verəcək 4-cü dərəcədən 2. Yəni cavab burada nə olacaq? A variantı olacaq. Qəşəng sualdır. Yəni başa düşdüyünə nə etdim? Yəni bax burada dərəcələri eyniləşdirdim. 6-cı dərəcə elədim. Sonra 6-cı dərəcə 2'nin kubunu ortaq qrup olaraq mötərizə xaricinə çıxartdım. Bu şəkildə 66-cı suala baxaq. 66-cı sualda nə edirəm? Deməli, bunu yadakı olduğu kimi saxlayıram 66-cı sualı. Yəni 8 plus 2 kök 15 olduğu kimi saxlayıram. 8 üstə gəl 2 kök 15. Buradan kök 2'ni çıxardıram mötərizə xaricinə. Kök 5 minus kök 3 vur olsun kök 2 vur 4 minus kök 15. Bu da bərabərdir. 8 plus 2 kök 15 kök 5 minus kök 3 kök 2'ni atıram kökün altına 8 minus 2 kök 15. Buradan da kök nə çıxır? Bax, diqqətlə qulaq asaq. Bu, bayaq dediyim qaydadır. Bax, bu 8 nə deməkdir? 5 bölü 3 deməkdir. Bu isə 5 bölü 3 deməkdir. Deməli, bu bərabərdir. 8 üstə gəl 2 kök 15 vur olsun. Bundan kök çıxır kök 5 minus kök 3. Kök 5 minus kök 3'də kök 5 minus kök 3'ə vuranda alınır kök 5 minus kök 3'ün mötərizə kvadratı. Bunun kvadratı ilə mənə 8 minus kök 15 verəcək. Bax, burada kök 5 minus kök 3'ün kvadratına baxaq. Nə verəcək mənə? Birincinin kvadratı 5. Çıx birinci ilə ikincinin hasilinin 2 misli. 2 kök 15 üstə gəl 3. Bu da mənə verəcək 8 minus 2 kök 15. Yəni 8 plus 2 kök 15'i vuracağım 8 minus 2 kök 15'e. Bu da bərabərdir. 64 minus 60. Bu da mənə verəcək 4 verəcək. Cavab da mənə verəcək Y variantı.
67-ci sual da eyni sualdır. 68-ci sual. 68-ci sualda dərəcələri eyniləşdirməmiz lazımdır. Çünki biz demişik ki, kökləri bir-birinə vuranda, böləndə, müqayisə edəndə köklər eyni dərəcədən olmalıdır. Yəni, bunu yazıram. 4-cü dərəcədən kök 7 minus kök 3-ün nəyi? Mötərizədə kvadratı. Bu da bərabər olacaq. 4. Birinci ifadənin kvadratı 7 minus 2 kök 21 üstə gəl 3. Bu da bərabər olacaq. 4-cü dərəcədən 10 çıxılsın 2 kök 21. Bax, kvadratını tapdım. İndi bunları bir-birinə vuranda, bax, 4-cü dərəcədən 10 minus 2 kök 21'i vururam 4-cü dərəcədən 10 üstə gəl 2 kök 21'ə. Dərəcələr eyni olduğundan mən bunları bir kökün altında ya da bir-birinə vururam. 10 minus 2 kök 21. 10 üstə gəl 2 kök 21. Bu da bərabərdir 4-cü dərəcədən 100 çıxılsın deməli 84. Bu da bərabərdir 4-cü dərəcədən 16. O da bərabər olacaq 2. Yəni cavab da D variantı olacaq. Bu şəkildə. Keçək 69-cu sualın həllinə baxaq. 69-cu sualda əvvəlcə bu kökləri ortaq məxrəcə gətirək. Olacaq A kvadratı. A kvadratı minus 2A üstə gəl 1 çıxılsın. A kvadratı üstə gəl 2A üstə gəl 1. Bundan kök çıxacaq nə? Sürət mənə verəcək A minus 1'in kvadratı bölünsün A kvadratı çıx. A üstə gəl 1'in kvadratı bölünsün A kvadratı. Bu da bərabərdir. Modul A minus 1 bölünsün modul A çıx. Modul A plus 1 bölünsün modul A. İndi bu modulları burada silməmiz üçün biz nə etməliyik? A modula böyük bərabərdir 1-dirsə. Tutalım ki, A-da 1-dən böyük bir ədəd götürüb burada yerinə yazanda görürəm köklərin hər ikisi müsbətdir. Onda və yaxud da mənfi bir ədəd götürüb yerinə yazsaq bu kökdə müsbətdir. Belə çıxır ki, modulların hər ikisi müsbətdir. Ona görə elə olduğu kimi açacağıq bunları. Bu mənə verəcək A minus 1 böl A çıx. A plus 1 böl A. Bu da bərabərdir. Məxrəc eyni olduğundan A minus 1 minus A minus 1 A'lar islah olunur. Mənfi 2 böl A alınacaq. Cavab da burada Y variantı olacaq. 71-ci sual. Birinci sualda bunları bir-birinə vuracağım əvvəlcə. Baxın. Hamısını bir-birinə vuranda alınacaq ki A kvadratı vur B kvadratı vur C kvadratı bərabərdir 1'ə. Bax, 1 hardan gəldi? Kök 17 minus kök 17 minus 4'ü kök 17 plus 4'ə vuranda olacaq 1. 1'i də 1'ə vuranda olacaq 1. Buradan da ABC ilə 1'ə bərabərdir. ABC 1'ə bərabərdir. Hardan görürəm onu? Çünki bizə deyir ki, ABC hər üçü müsbətdir. Onda görə mənfi 1 də ola bilər. Mənfiləri artıq götürmürəm. Mənə nə deyir burada? A minus B fərqini tapın deyir. Mən A-nı necə tapacağım? Bax, bu BC-ni görürük də burada BC. Bu BC-nin yerinə mən bunu yazıram. Onda bu belə olacaq. A vur olsun. 1 böl kök 17 minus 4 bərabərdir 1'ə. Buradan A bərabərdir kök 17 minus 4'ə. B-ni tapmaq üçün isə AC-nin yerinə bunu yazıram. Onda olacaq B vur olsun. 1 bölünsün kök 17 plus 4 bərabərdir 1'ə. Buradan B də nəyə bərabərdir? Kök 17 üstə gəl 4'ə bərabərdir. A minus B fərqini soruşur. Yəni kök 17 minus 4'dən çıxıram. Kök 17 minus 4'dən çıxıram.
kök 17 minus 4-dən çıxıram. Kök 17 plus 4-ü. Bu da mənə mənfi 8 verəcək. Cavab da burada B variantı olacaq. 73-cü suala baxaq. Deməli, bu ifadə belədir. 4 kök 7 üstə gəl. 48 16 vur 3'dür. 4 kök 3. Aha. Bu ifadəyə baxanda, yenə bayaq dediyim düzdür. Bax, ona 17 plus 3'dür. 21 7 vur 3'dür. Deməli, bundan kök çıxacaq. Kök 7 minus kök 3. Bu da bərabərdir. 4 vurulsun. Kök 7 plus kök 3'ü vururam. Kök 7 minus kök 3'e. Bu da bərabərdir. Kök altında 4 vurulsun. 7 minus 3. Bu da bərabərdir. Kök altında 16. Bu da bərabərdir nəyə? 4'e. Yəni cavab burada nə olacaq? 4 olacaq. Yəni cavab burada A variantı olacaq. Nisbəti 25/9 olan 2 müsbət ədədi ortasının həndəsi ortasına nisbətini soruşur. Deməli, nisbəti davam ki, bu ədədlərdən biri 25K-dır, digəri 9K-dır. Bunların ədədi ortasını tapanda toplayıb 2-yə böləcəyik. 25K-da 9K, 34K olur 17K. Həndəsi ortası 25K vur 9K, o da bərabərdir, deməli 5, 15K. Bunların nisbəti 15-də 17 olacaq, cavab A variantı olacaq. 75-ci suala baxırıq. M kvadratı plus N kvadratının qiymətini soruşur. M'in kvadratını tapıram. M kvadratı mənə nə verəcək burada? Birinci ifadənin kvadratı olacaq kök 6. Üstə gəl 2 vurulsun 4-cü dərəcədən 6 vurulsun 216 da 6'nın kubudur. Plus kök 216. Bunu da sadələşdirirəm. Kök 16 6 olur 3 kök 6. Üstə gəl deməli 12. Bunu tapdıq. N kvadratını tapıram. N kvadratda mənə nə verəcək? M kvadratı mənə nə verəcək? Bir dəqiqə bunu dəqiq hesabladım da. 216. Bu 4 kök. Bu 36 vur 6'dır. 36 vur 2 kök. 6 kök 6 edir bu. O da 1 kök 6 olur 7 kök 6. Aha. N kvadratı mənə verəcək. Bu ifadənin kvadratı. Yəni 20 minus 7 kök 6. Bunları toplayanda 7 kök 6'lar islah olunur. 20 da 12. Bu da 32 verəcək. Cavab D variantı olacaq. 76-cı suala baxırıq. 76-cı sualda biz nə edəcəyik? Birinci, bura mənə nə verəcək? 3 vurulsun. Diqqətlə baxaq. X minus A-nın mötərizə kvadratı. Çıxılsın 4 vurur modul. Modul 4 vurulsun. X minus A çıx 15. Üstə gəl. Bunun da kvadratı mənə modulsuz verəcək. Düzdürmü? X minus deməli A minus 4 şəklində yazıq. Bu da bərabər olacaq. 3 vurulsun modul X minus A. Çıx. 4 vurulsun X minus A çıx 15. Üstə gəl X minus A çıx 4'dür. İndi mən burada bilirəm ki, bu ifadə yoxdur. X minus 4 minus A böyük bərabər 0 olmalıdır. Buradan da X minus A böyük bərabər 4 olmalıdır. X'i yenə 4 yazanda bu ifadə mənim müsbətli olduğu kimi çıxacaq. 3 vurulsun X minus A. Bu ifadə yenə müsbətli olduğu kimi çıxacaq. Minus
4 vurulsun x minus a üstə gəl 15 üstə gəl x minus a minus 4. Ötəridini açıram burada. 3x minus 3a minus 4x üstə gəl 4a üstə gəl 15 üstə gəl x minus a minus 4. Deməli, x'lər islah olunur. A'lar islah olunur. 15'dən də 4 çıxırıq. Bu da bizə 11 verəcək. Cavab da burada C variantı verəcək. 77-ci suala baxaq. 77-ci suala baxaq. Deməli, bunu da buranı silirəm də, buradan artıq öyrəndik. Keçək 77-ci suala. Bu mənə verəcək kök altında m'in, m plus n bərabərdir. Kök 13 vurulsun 1 bölünsün kök altında m minus n. Bu da bərabər olacaq. Kök altında m plus n vurulsun m minus n bərabərdir kök 13'e. Buradan da m plus n vurulsun m minus n o da bərabərdir 13'e. Burada bildikdə nə elədim? Yəni m plus n üzəri 2'də bir kök altında m verir. Bu isə 1 bölünsün m minus n üzəri 2'də 1'dir. O da 1 böl kök altında m minus n verir. Sonra tənasüb kimi vurdum. Bu ifadanı aldım. İndi bu 13'dürsə buradan m minus n 1 olmalıdır. M plus n isə 13 olmalıdır. Buradan da alırıq ki 2m 14'dür, m 7'dir. M 7'dirsə onda n də 6'dır. Onların kvadratları cəmi 49, o da 36, 85 bizə verəcək. Bu şəkildə 78-ci suala baxaq. 78-ci sual. 78-ci sualda nə edəcəm? Diqqətlə bura baxaq. X böyük bərabər 1'dir. Onda mən burada nə edirəm? X böyük bərabər 1'dirsə, məsələn, x'in yerinə tutalım ki, 1'in özünü yazsanda bura mənfi alınır. O belə olacaq onda. 2 üstə gəl 3x kvadratı minus 2 bölünsün 3x minus 2. Vurulsun. Bu ifadədə mənə nə verəcək? 3 minus 2x üstü mənfi 1'in kvadratını verəcək. Buradan 2'lər islah olunur. Burada alınacaq 3x bölünsün 3x minus 2. Bu da mənə verəcək modul 3 vurulsun 2x üstü mənfi 1. Bu da bərabər olacaq. 3x bölünsün 3x minus 2 vur modul 3 çıx 2 böl x. Şimdi x'in yerinə 1'dən böyük ədəd yazanda bura müsbət olacaq. Yəni olduğu kimi çıxacaq moduldan. Onda bunu mən belə yazıram. 3x bölünsün 3x minus 2 vurulsun. Məxrəcdə x, sürət mənə verəcək yenə 3x minus 2. 3x minus 2'lər ixtisar gedir, x'lər də ixtisar gedir. Bu da mənə verəcək 3 verəcək. Cavab da C variantı olacaq. 79-cu sual. Bu suala başa düşdük. Keçək 79'a. 79-cu sualda deməli, sürətlə işim yoxdur, ki olduğu kimi saxlayıram. Kök x plus 1. Məxrəcdə kök x'i mötərizə xaricinə çıxardıram. Onda nə olacaq burada? Kök x'in kubudur da bu. Kök x'i mötərizə xaricinə çıxanda kök x'in kvadratı qalacaq. Yəni x plus kök x plus 1 vurulsun. 1 keçir məxrəcə x kvadratı minus kök x. X kvadratı deməli bu x kvadratı bu kök x'in kök x üzəri 4'dür. Kök x üzəri 4 minus kök x. Buradan kök x'i mötərizə xaricinə çıxardanda alınır kök x'in kubu minus 1.
Bu da bərabər olacaq. Kök x plus 1 kök x plus kök x üstə gəl 1 vur kök x kublar fərqinə bunu vurğulara ayıram. Olur kök x minus 1 x üstə gəl kök x plus 1 bölünsün 1. Kök x'lər ixtisar gedir. Bu ifadələr ixtisar gedir. Kök x plus 1'i kök x minus 1'e vuranda o da mənə x minus 1 verəcək. Cavab da C variantı olacaq. 80-ci sualda bu şəkildə. 79-cu sual bu şəkildə. 80-ci sualda bunu normal ortaq məxrəci gətirsək, elə cavab alacaq məncə buradan. Ortaq məxrəc bunların hasilidir. 1 üstə gəl kök x plus 1 vur 1 minus kök x plus 1. Bunu çarpazlasam 2 minus 2 kök altında x plus 1. Bunu da buna vuranda 2 üstə gəl 2 kök x plus 1. Bunlar gedir. İxtisar gedir. Bu da mənə verəcək 4 bölünsün. 1 minus kök x plus 1'i kök x minus 1'e vuranda bu da mənə x minus 1 verəcək. Bu da verəcək bizə nə? 4 bölünsün. Yox, x plus 1 verəcək. 4 bölünsün, deməli, mənfi x və yaxud da mənfi 4 bölü x. Cavab da burada olacaq B variantı. Yəni, bunu orta məxrəci gətirəndə cavab elə burada rahat bir şəkildə çıxır. Keçək 81-ci suala. Burada deyir ki, 5b üstə gəl 4. Bunu bax, necə yazacağım, diqqətlə baxın. Deməli, 80 16 vur 16 vur 5 deməkdir. Deməli 16-dan kök çıxır 4. Onda bura olur 5b plus 4. Üstə gəl 4 vur olsun kök altında 5b. 4 vursun kök altında 5b. Elə olmur, bir də baxaq. 80 16 vur 5'dir. 16 4 kök vurulsun kök altında 5b. Minus kök altında 5b. Aha. Bundan sonra ne edeceğim burada? Kök altında 5b plus 4 üste gel 80'e yazdım 16 vur 5 16'dan da kök çıxır 4 üste gel kök altında 5b. Bunu belə yazıram. Bunu belə yazıram. Bu şəkildə yazmayaq. Belə yazaq. Deməli, bu 80'i 4 vur 20b yazıram. Bundan kök çıxanda 2 plus kök 20b qalsın. İndi nə elədim? İndi birazdan görəcəksiniz. 5b üstə gəl 4, üstə gəl 2 vurulsun kök altında 20b. Minus kök altında 5b. Bayaq dediyim qayda vardı. Bu qayda. A plus minus 2 kök altında b. Əgər A-nı x ilə y-in cəmi şəklində, b-ni x ilə y-in hasili şəklində yazmaq mümkündürsə, bu ifadə bərabərdir kök altı x plus kök altı y. Və yaxud da elə mən buradan görürəm ki, bu ifadə kök altında 5b üstə gəl kök altında 4'ün kök altında 4'ün kvadratıdır. Minus kök altında 5b. Bax, yoxlayaq. Birinci ifadənin kvadratı eləyəcək 5b. Birinci ilə ikinci hasilin 2 misli bizə 2 kök 20b verəcək. İkincinin kvadratı 4 verəcək. Bunu da kvadratı yüksəldəndə baxın, buradan aldım. O kök altındadır da. Aha. Bunda kök çıxacaq. Deməli, kök altında 5b üstə gəl kök altında 4 minus kök altında 5b. Bunlar da ixtisar gedir. Kök altında 4 qalır. O da mənə verəcək 2 verəcək.
Belə də yaza bilərik, bu da üstünə də yaza bilərik. Elə mən buradan kvadrat olduğunu gördüm deyə bu şəkildə yazdım. Cavab burada E variantıdır. 20-ci sual, 20 deyirəm, 82-ci sual, 20 hardan gəldi? 82-ci sual. 82-ci sual nədir? Bu ifadə kök altında, bura mənə verir kök M, üstəgəl kök N'in mötərizə kvadratı, məxrəc isə verir kök M minus kök N'in mötərizə kvadratı. Bərabərdir 2'dir. Buradan alınır ki, kök altında M plus kök altında N, məxrəc kök altında M minus kök altında N verir. Burada modul yazmalıyıq. Bərabərdir 2 olacaq. M'in yerinə ədədlər yazanda onsuz da bura müsbət olacaq, amma məxrəc mənfi olacaq. Onda sürət olacaq kök M plus kök N. Yəni burada M-dən balaca olduğuna görə sürət müsbətdir, məxrəc mənfidir. Məxrəc olacaq kök N minus kök M. 2'ni də 2 bölü 1 şəkildə yazıram, sonra çarpazlayıram bunu. Kök M üstəgəl kök N bərabərdir 2 kök N minus 2 kök M. Bu da bizə verəcək 3 kök M bərabərdir kök N. Bu da mənə verəcək, deməli 9M bərabərdir N. Burada N'in yerinə 9M yazsam, M böl 9M, M'lər də ixtisar gedəcək, bu da 9'da 1 verəcək. Cavab C variantı olacaq. 83-cü suala baxaq. Bunlar dərəcələr eyni olduğundan mən bunları bir kökün altında yazıb bir-birinə vururam. 6-cı dərəcədən x minus 3 üzəri 6 vurulsun x minus 2 üzəri 6. Bundan da kök çıxır. 6-cı, yox, bunu da belə yazacağım. Bu da bərabərdir. Modul x minus 3 vurulsun x minus 2. Bu da bərabərdir. Modul, bu da bərabər olacaq nə? Mötərizəni burada açıram. X kvadratı minus deməli 2x minus 3x minus 5x plus 6. X kvadratın yerinə mən x kvadrat minus 5x'i mənə 8 verir. Modul 14 verəcək. O da mənə elə 14'ün özünü verəcək. Bu da neçənci sual oldu? 83-cü sual. 84-cü sualda eyni sualdır. 85-ci suala baxaq. Bu sada sualdır. Yəni dərəcələr eyni olduğundan bunları bir kökün altına yazıb bir-birinə vururam. 4-cü dərəcədən 4'ün kvadratı minus 2 kök 3'ün kvadratı. Yəni 16 minus 12 bölünsün kök 2. Bu da bərabərdir. 4-cü dərəcədən 4 bölünsün kök 2. 4-cü dərəcədən 4 elə mənə kök 2 verəcək. Sürət olur kök 2, məxrəc də verəcək kök 2, o da bərabərdir 1. Bildikdə nəyə görə kök 2 olacaq? 4-cü dərəcədən 4, 2'nin kvadratıdır. Bu 2 ilə bu 4'ü ixtisar etsəm, kök 2 bölü kök 2, o da bizə 1 verəcək. 86-cı sualda eyni sualdır. 87-ci sualda da bu sualdan bayaqlarda həll etdik. Bu sualdan bayaqlar həll etdik. Deməli, 6-cı dərəcədən 9 plus 4 kök 5 vurulsun 6-cı dərəcədən kvadratı. Bu da bərabər olacaq. 6-cı dərəcədən 9 üstəgəl 4 kök 5. 6-cı dərəcədən kök 5 minus 2'nin kvadratı bu ifadənin qoşması verir. Yəni 9 minus 4 kök 5. Kvadratın yüksü baxa bilərsiniz. 5 minus 2 kök 5, yox 4 kök 5. Yəni birinci ilə 2'nin hasini kimisi üstəgəl 4. Bu da mənə verəcək 6-cı dərəcədən 81 minus 80. O da verir 6-cı dərəcədən 1, o da bərabərdir 1. Bu da neçənci sual oldu? 87-ci sualdır. Cavab burada 1'ə bərabər oldu. 88 ilə eyni sualdır. 89-cu suala baxaq.
89-cu sualda deməli mən nə edirəm? Diqqətlə bura baxaq. 89-u yazıram. Burada x-in yerinə 3 minus kök 3 yazsam, bu ifadə olsa mənə 3 verəcək. Onda bunu hər belə yazıram. X üstəgəl kök 3 vurulsun x minus 3-ün də mötərizə kvadratı. Bu da bərabərdir. 3 minus kök 3 üstəgəl kök 3. Burada isə yazıram 3 minus kök 3 minus 3-ün də kvadratı. Kök 3'lər gedir, burada 3 qalır. Burada isə 3'lər gedir, mənfi kök 3'ün kvadratı olur. Burada mənə verəcək 3 vurulsun 3, o da bərabərdir 9. Yəni cavab burada 9 oldu. 90-cı sual elə eyni sualdır. 91-ci suala ifadənin qiymətini tapın deyir. Mən bunu belə yaza bilərəm də. X kvadratı minus 4x üstəgəl 4 minus 1. Bu da mənə verəcək. X minus 2'nin kvadratı çıxılsın 1. X'in yerinə 2 kök 5 yazıram. 2 üstəgəl kök 5 minus 2'nin kvadratı çıx 1. Bu 2'lər burada islah olunur. Kök 5 qalır. Kök 5'in kvadratı 5 verir. 5'dən də 1 çıxıram, alınır 4. Yəni 91-ci sualda cavab 4'dür. 93-cü suala baxaq. 92 eyni sualdır. 93-cü suala baxıram. Kök A minus 5. Məxrəc mənə verəcək. Kök A minus 5 vurulsun kök A plus 5. Bunlar ixtisar gedəcək. 1 bölünsün kök A üstəgəl 5 alınacaq. Deyək ki, A-nın hansı qiymətində kəsri ən böyük qiymət alar? Kəsrin ən böyük qiymət alması üçün məxrəc ən kiçik qiymət almalıdır. Burada məxrəcin də ən kiçik qiyməti 5'dir. Yəni bu ifadənin cavabı 5'də 1 olacaq. Çünki A-ya ən kiçik mən 0 verə bilirəm. A-ya ən kiçik 0 verə bilirəm. 1'i də 5'ə böləndə olur 5'də 1. Yəni cavab burada 5'də 1, 0,2 olacaq. 94-cü sual eyni sualdır. 95-ci sualı necə həll edəcəm? Birinci ifadəni kvadrata yüksəldəcəm. Yəni kök y minus 1 bölü kök y-in kvadratı bərabərdir 2'nin kvadratı 4'ə. Birinci ifadənin kvadratı y. Birinci ilə 2'nin hasilinin 2 misli 2 üstəgəl 1 bölü y bərabərdir 4'dür. Buradan y üstəgəl 1 bölü y 2'ni də atıram o tərəfə olur 6. Cavab burada 6'ya bərabərdir. Yəni burada cavab 95'də 6 oldu. 96-cı suala baxaq. Onu ortaq məxrəci gətirirəm. Ortaq məxrəci gətirirəm bunu 96-cı sualı. Həllini burada yazıram. Bunlar üçün ortaq məxrəc 3 minus kök x 3 plus kök x oldu. Sürət oldu 3 plus kök x'in kvadratı olur 3 minus kök x'in kvadratı. Bu da bərabər olacaq. Burada 9 minus x verir mənə. Birinci ifadənin kvadratı 9 üstəgəl 6 kök x üstəgəl x minus 9 minus 6 kök x, amma qabağında çıxma olduğuna görə plus 6 kök x yazıram. Üstəgəl x ilə minus x yazıram. Yəni ikincinin kvadratı mənə x verəcək, amma qabağında çıxma olduğuna görə minus x olacaq. Burada görürəm ki 9'lar islah olunur. X'lər də islah olunur. Onda sürət mənə verəcək 12 kök x. Məxrəc verəcək 9 minus x. Bundan sonra nə edirəm? Diqqətlə baxın. Buradan 2 kök x bərabərdir. X'i atıram o tərəfə. 9 minus x'dir. Burada 9 minus x'in yerinə onu yazıram. Sürət olur 12 kök x. Məxrəc olur 2 kök x. Kök x'lər ixtisar gedir. Bu da mənə verəcək 6 verəcək. Yəni 96-cı sualda cavab burada 6'dır. 97 eyni sualdır. 98'ə baxaq. 98-ci sualı isə belə yazıram. A bərabərdir 6 üstəgəl 2 vurulsun modulu 1 minus kök 3
Modul 1 minus kök 3. 1 minus kök 3. Bu mənfidir. Onda moduldan bu şəkildə çıxacaq. 6 üstə gəl 2 vurulsun kök 3 minus 1. Ötərdən açanda alınır burada 4 üstə gəl 2 kök 3. Bu da görürəm ki kök 3 plus 1'in kvadratıdır. Bayaq dediyim qaydanı da yaza bilərik. 3 plus 1, bu da 3 vur 1'dir. Bu da mənə verəcək kök 3 üstə gəl 1'in kök altında kvadratı. Bu da bərabərdir elə kök 3 üstə gəl 1. Yəni cavab burada olacaq kök 3 üstə gəl 1. Bunun da tam hissəsi kök 3 təqribən 1,7'dir. 1,7 üstə gəl 1 edir 2,7. 2,7 tam hissəsi 2'yə bərabərdir. Yəni bu sualda cavab oldu 2. 99-cu sual. Bunu belə yazacağım. Deməli, bu ifadəyə bir dənə x deyirəm. Bunları bir-birinə vururam. Yəni, a kvadratı üstə gəl 21 minus a kvadratı plus 5 a kvadratı üstə gəl 21 plus a kvadratı üstə gəl 5 bərabərdir 2x-ə. Kvadratlar fərqi düsturu alınır burada. A kvadratı üstə gəl 21 çıxılsın. İkincinin kvadratı a kvadratı üstə gəl 5 bərabərdir 2x-ə. Mötərizəni açıram burada. 16 bərabərdir 2x. X ilə bərabərdir 8'dir. Cavab burada 8'dir. Yəni 99-cu sualda cavab 8 oldu. 100-cü suala baxaq. 100-cü suala baxaq. 100-cü sualda belə həll edirəm. Bayaq bu tip bir sual həll etdik. Deməli, yazıram b minus 3 bərabərdir mənfi kök b. Sonra götürürəm bunu. Kvadrata yüksəldirəm. Birincinin kvadratı b kvadrata çıxılsın. Hasillərin 2 misli 6b üstə gəl 9 bərabərdir b-yə. B-ni atıram bu bir tərəfə. B kvadratı minus 7b bərabərdir mənfi 9'dur. Sonra buradan 2'ni, bu 2 dənədən 2'ni çıxardıram mötərizə xaricına. 2 b kvadratı minus 7b üstə gəl 29'dur. Bunun yerinə mənfi 9 yazıram. O da olacaq mənfi 18 üstə gəl 29. O da bərabərdir nə olacaq? 11 olacaq. Yəni 100-cü sualda cavab burada 11'dir. 101 də eyni sualdır. 102-ci suala baxaq. İfadənin mümkün həqiqi qiymətini tapın. Burada mən nə edəcəm? Ümumiyyətlə kökün mənalı olması üçün 2x minus 6 böyük bərabər 0 olmalıdır. Burada 2x böyük bərabər 6'dır. X də böyük bərabər 3'dür. Bir də 12 minus 4x böyük bərabər 0 olmalıdır. Mənfi 4x böyük bərabərdir mənfi 12. X də kiçik bərabər 3'dür. Buradan da x də kiçik bərabər 3'dür. İndi bu iki dənə bərabərçi ödəyən x hansıdır? X 3'ə bərabərdir. Çünki x 3'ə bərabər olması lazımdır. X'in yerine indi mən burada 3 yazanda burada 0 olur, bu da 0 olur. Sürət olacaq 36. Məxrəc olacaq 2. Bu da mənə verəcək 18 verəcək. Yəni 102-ci sualda cavab 18'dir. 103 eyni sualda 104-cü suala baxaq. 104-cü sualda yenə bayaq dediyim qayda ilə buna baxaq. Bu mənə nə verir? 7 üstə gəl 2. Bu verir 7 vur 2. Deməli bu ifadədən kök çıxacaq. Kök 7 üstə gəl kök 2. 2 kök 8'in yerinə yazıram 2 kök 2. Kök 7 üstə gəl kök 2. Bu da bərabərdir. Kök 7 minus kök 2 vurulsun. Kök 7 üstə gəl kök 2. Bu da bərabərdir. Kök 7'nin kvadratı minus kök 2'nin kvadratı. Kök 2'nin kvadratı bu da bərabərdir. 7 minus 2 bu da bərabərdir nəyə? 5'ə. Yəni 104-cü sualda cavab nə oldu? 5 oldu. 105-ci suala baxırıq. 105-ci sualda nə edəcəm?
Bu ifadəni atıram sağ tərəfə, kvadrata yüksəldirəm. Baxın, kök altında 7 üstəgəl b, üstəgəl kök altında 11 minus b bərabərdir 9-a. Sonra bunu kvadrata yüksəldirəm. Bunun kvadratı bərabərdir 9-un kvadratına. Birinci ifadənin kvadratı mənə nə verəcək? 7 üstəgəl b. Üstəgəl 2 vurulsun kök altında bunların hasili. 7 üstəgəl b vurulsun 11 minus b. Üstəgəl 11 minus b bərabərdir 81-ə. B'lər burada izah olunur. 7 ödə 11 18 edir. 81-dən 18 çıxanda nə verəcək bizə? Deməli yazıram 2 kök altında burada 7 plus b vurulsun 11 minus kök deməli 11 minus b bərabərdir 81 o da 18 edir 62. Buradan da alıram ki kök altında 7 üstəgəl b vurulsun 11 minus b o da bərabər nə olacaq? 31 olacaq. Yəni cavab burada 31-dir. 106 eyni sualda 107-ci suala baxaq. 107-ci sualı mən necə həll edəcəm? Kök altında a minus 3 bərabərdir 4-cü dərəcədən a-ya. Burada 4-cü dərəcədən a-nı yazıram. Kök a minus 3 kök a üstəgəl 3 a üstəgəl 9 minus a-nın kvadratı. Bu da bərabərdir. A minus 9 vurulsun. A üstəgəl 9 çıxılsın a-nın kvadratı. Bu da bərabərdir. A kvadratı çıxılsın 81 minus a kvadratı. A kvadratlar gedir. Bu da nəyə bərabərdir? 81-ə bərabərdir. Yəni 108-ci sualda cavab oldu mənfi 81. Bildidə nə etdim burada? Yəni buradan 4-cü dərəcədən a kök altdan minus 3-ə bərabərdir. Sonra burada yerinə yazdım. Sonra kvadratlar fərqli düsturu alınır burada. Bu iki dənəni bir-birinə vuranda alınır a minus 9. Sonra a minus 9'u a plus 9'a vuranda a kvadratı minus 81 minus a kvadratı. Bu da mənfi 81 bizə verəcək. Sonuncu 109-cu suala baxaq. 109-cu sualda bizə nə deyir burada? Deməli 4n plus 4n kvadratı 4n kvadratı plus 4n plus 120. Mən bunu belə yazıram da. Yəqin buradan sizə çıxacaq. 2n üstəgəl 1'in kvadratı üstəgəl 119. Məxrəcdə də mən n kvadratını mötərizə xaricinə çıxardanda alınır. Bax burada n kvadratını mötərizə xaricinə çıxardanda n kvadratı üstəgəl 2n üstəgəl 1. N kvadratı n plus 1'in kvadratı. Bu da bərabərdir. N'in yerinə 15 yazıram. 15 üstəgəl 1. N'in yerinə 15 yazanda olur 31'in kvadratı üstəgəl 119. Məxrəcdə n'in yerinə buradan kök nə çıxır? N vur n plus 1 çıxır da. Düzdür, n vur n plus 1 çıxır. Bu da mənə verəcək 15 vur 16. 15 vur olsun 16. 31'in kvadratı vur 119. 31'in kvadratı neçə eləyir? 31 vur olsun 31. 1, 3, 3, 9. Deməli 1, 6, 9, 61. Üstünə gəl 119 gəlirəm. 0, 8, 1080. 1080 bölünsün 15 vur 16. Bir dəqiqə burada mən bunu başqa cür necə həlləmək olar? Bir dəqiqə 4n kvadratı plus 4n bunu məncə elə belə yazmaq olar. Elə birbaşa yerinə yazıb yoxlamağı da olardı. Birbaşa yerinə deyəndə ki sürətdə elə birbaşa yerinə yazmaq, məxrəcdə bu şəkildə yazmaq. İndi bunu ixtisar edirəm. 108 ilə 16-nı ixtisar etmək olar. Deməli
15 vurulsun 2. Neçə ixtisar getdim? 108-dən 16. 4-ə ixtisar gedir. Daha 4-ə ixtisar. Məxrəc 15 vur 4. Sürət olur 270. Bunu 270-dən 15-i ixtisar edirəm. 90 vurulsun, deməli 3-ə ixtisar elədim də bunu. 5 vur 4. 90-da 5 tərəfdən yenə görürəm ixtisar gedir. 18 böl 4. 18-i 4-ə böləndə edir 4,5. Yəni bu sualın cavabı 4,5-dir. Bu şəkildə. Bu qədər. İnşallah bu mövzuların davamı gələcək.